Qaynar quzu boğazı Bakıda hər yerdə verilmir. Qarşılayın, üzəri xəmirli bu nemət bütün yeyib içənlərin ürəyinə yağ kimi yayılacaq. Oy 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 oy. Çünki özü də yağlı buğlu bir sənət əsəridir. Belə təsəvvür eləmirdim mən. Quzu boğazı Bakıda hər yerdə verilmir. Mən buna Qarağatda rast gəldim. Öz şirəsində bişən şabalıdlı, turşulu, limonlu bir şedevrdir. Amma çox yağlıdır, bunu da deyim. Yəni bunu elə-belə heç nəsiz yemək adamı quzu kimi mələdə bilər. Ona görə də nəzərinizdə olsun. Amma dadı həqiqətən əla idi. Valla bu dediklərim boğazdan yuxarı sözlər deyil. Qarağatın quzu boğazını bir dəfə yoxlayın məncə. Bir porsiyası 25 manatdır və 2 nəfəri artıqlaması ilə doydurar. Yeri gəlmişkən burada 2, 4, 6 nəfərlik kabab setləri də var. 4 nəfərliyə məzələr, vişnəli pomidor salatı, qarışıq turşu, içkilər, çörək və hərəsindən 2 şiş olmaqla kabablar daxildir. Setin qiyməti 65 manatdır. Kababların keyfiyyətinə söz yox. Ət ağızda əriyirdi. Kababçıya əhsən. Hə bu arada Qarağatda adama bir dənə qarağat kompotu verirlər. İçdikcə adamın gözlərindən ürək çıxır. Gəlsəz mütləq bunun da dadına baxın. Məkanın qəşəng xudmani zalı və kabinetləri var. Servis haqqı və depozit yoxdur. Qarağat gəncliklə Nərimanovun arasında Xoyski 95-də yerləşir. Olduqca sakit aurası var. Səs-küydən və gözdən könüldən uzaq sakit bir ortamda oturmağa yer axtarsaz, buranı mütləq yadda saxlayın.